Mən Novruzov Nazim Heydəroğlu, Xırdalan şəhərində yaşayıram, müharibə veteranıyam. Abşeron rayon mərkəzi xəstəxanasındakı qanunsuzluqlar haqqında danışmaq istəyirəm. Abşeron rayon mərkəzi xəstəxanası, onu deyim ki, dövlət tərəfindən çox gözəl tikilib, yeri çox gözəldir, ərazisi böyükdür, səliqəli otaqları var, savadlı həkimlər var. Amma xəstələr çox narazıdırlar. Mən özüm də elə olub ki, ailəmizdə xəstə olduğuna görə dəfələrlə xəstəxanaya getmişəm. Birinci oradan başlayayım ki, xəstəxananın girişində qapı saat 8-də açılır. Xəstələr isə xəstəlikdə bir də gələn adamlar isə saat 6-dan xəstəxanaya gəlməyə başlayırlar. Çünki xəstələr həddən artıq çoxdur. Abşeron rayonunda 550 mindən artıq əhali yaşayır və onlarda xəstələrin hamısı pulsuz olduğuna görə bu xəstəxanaya müraciət edirlər. İcbari tipi sığorta pulsuz olduğuna görə bura müraciət edirlər. Saat 8-də qapı açılana kimi xəstəxananın qabağında izdiham yaranır və 8-də qapı açılanda basa-bas düşür xəstələr, narahatçılıq yaranır. Burada hamilə qadınlar da olur, ağır xəstələr də olur, körpə uşaqlar da olur. Yaxşı olar ki, məsələn, xəstəxananın rəhbərliyi saat 6-dan qapını açardı, bir nəzarətçi qoyardı, orada nömrəni götürərdilər və çox rahat da xəstələr, yəni xəstəxanadan istifadə edə bilərdilər. Amma neçə illərdir bu vəziyyət təkrar olunur. Mən özüm dəfələrlə bu barədə xəstəxana rəhbərliyinə şikayət eləmişəm, lakin heç bir nəticəsi olmuyor. Mən özüm şəkərli diabet xəstəsiyəm. Hətta ilk dəfə şəkərli diabet xəstəsi kimi qeydiyyatdan keçəndə o zaman mənə aparat vermədilər. Mən dəfələrlə şikayət elədikdən sonra 2 aydan sonra ancaq aparatı ala bildim. Mən şikayət elədim, aldım, amma digər xəstələr bunu ala bilmirlər. 7000-dən artıq Abşeron rayonunda şəkər xəstəsi qeydiyyatdan keçib. Bunlara dərmanı birdən görürsən ki, verirlər, bir ay gecikdirirlər, vermirlər. Xəstələrə verilən dərmanların keyfiyyəti aşağı olduğuna görə 7000-dən artıq şəkər xəstəsi qeydiyyatdan keçsə də mənim təxmini hesablamalarıma görə heç onların 50%-i dərman almağa gəlmirlər. Buna baxmayaraq dərman çatışmır. 50%-dən artığı gəlmirsə dərman əslində artıq qalmalıdır. Amma xəstələrə dərman çatmır. Mənim bu barədə Abşeron rayon məhkəməsinə müraciət eləmişəm iddia ərizəsi ki, almadığım dərmanların pulunu versinlər. 482 manatlıq mənə dərman və nəzarət ölçü vasitəsi olan test çubuğu verilməmişdi. Məhkəmə 5 dəfə məhkəmə iclası keçirilsə də xəstəxanadan heç kəs nümayəndə gəlmədi. İndiki direktor Səkinə Sadıqova gəldikdən sonra da yenə də vəziyyət dəyişməyib. Baxmayaraq ki, mən baxıram sosial şəbəkələrdə onu tərifləyən xəstələri öyrədirlər, onu tərifləyir. Amma xəstəxanada həmin yəni özbaşınalıq yenə də hökm sürür. Sentyabr ayında mən şəkər xəstəsi kimi dərman almağa gedəndə dedilər ki, gərək talon alasan. Oradan mənə talon verdilər, yazılmış 25 manat sığorta mənim müayinəm üçün pul ödəyir. Yəni bütün xəstələr o kağızı alıb gətirib verirdilər tibb bacısına, tibb bacısı da bizə dərmanları verir. Mən həmin kağızı vermədim, çünki məni heç kəs müayinə eləmədi, o biri xəstələrdə heç kəs müayinə eləmirdi. Bir yalancı müayinə idi. Mən həmin kağızı da götürdüm, yazılı surətdə Abşeron rayon prokurorluğuna müraciət elədim. Və mənim ərizəmi qanunsuz olaraq xəstəxanaya Səkinə Sadıqovanın üzərinə göndərdi. Halbuki mən orada ərizəmdə qeyd eləmişdim ki, Abşeronda 7000-dən artıq şəkər xəstəsi var. Hərəsinə 25 manat pul yazılıb silinəndə 100.000 manatdan artıq burada yeyinti var. Bunu hələ mən bildiyimdir. İndi mən bilmədiyimdə nə qədər yeyintilər var. O yeyintinin də üstü ört basdırı olundu. Ondan sonra artıq xəstələrə həmin o 25 manat müayinə kağızını vermədilər mənim o şikayətimdən sonra. Amma hər halda bir aylıq, yəni 100.000-dən artıq orada, manatdan artıq orada yeyinti oldu. İkinci bir şey, xəstəxanada hər gün minlərlə adam gəlir. Xəstəxananın ərazisində bir nəfərin narahat olsa, hətta pulu ilə olsa belə bir stəkan su tapıb vermək mümkün deyil. Xəstəxanada heç yerdə pullu ya pulsuz su yoxdur. Geniş həyəti var, səliqəli həyəti var. Orada cəmi cümlətəni bir dənə skameyka var. Orada nə çətin şeydir ki, 5-6 dənə skameyka qoyalar ki, narahat olanlar, növbə gözləyənlər içəridə yox, durub eşdə gözləsinlər. Yəni bunu demək istəyim ki, xəstəxanada
yeni direktor təyin olunandan sonra da heç nə dəyişilməyib. O sosial şəbəkədə verilənlər hamısı yalandır, öyrədilmiş adamlardılar. Yenə də şəkər xəstələrinə baxmayaraq ki, mənim dərmanlarımı vaxtında verirlər. Yenə də mən orada gedəndə növbədə görürəm, xəstələr narazılıq edirlər ki, dərmanlar gəlməyib. İkinci bir şey də odur ki, dərmanları mərkəzləşdirilmiş formada verilir. Yalnız Xırdalan şəhərində verilir. Görürsən, hökməldən bir qoca qarı dərman almağa gəlir. 50 qəpik verir, oradan gəlir Xırdalana. Məlum olur ki, dərman yoxdur. Bir də 50 qəpik verir, qayıdır hökməliyə, bir də onu təkrar edir. Olmazmı ki, bu dərmanlar elə yerlərdə, məntəqələrə versinlər, ya apteklərə versinlər, xəstələr əziyyət çəkməsin. Bir də durub Xırdalan şəhərinə gəlməsin. Abşeron rayon mərkəzi xəstəxanasında o boyda xəstəxana üçün bina tikilməsinə baxmayaraq, düzdür, əhali də çoxdur, çatdırmır, amma savadlı həkimlər çox olsa da, xəstələrə xidmət aşağı səviyyədədir. Niyə? Çünki bir də görürsən, balaca bir 20 kvadratlıq otaqda 2 həkim, 3 həkim ayrı-ayrılıqda xəstələri müayinə edirlər. Xəstənin biri xanımdır, biri kişidir. O xəstəyə də deyir soyun. Ümumiyyətlə, bir də görürsən, eşidən də biri gəlir kağız gətirir ki, buna qol çək, imza elə. Ona görə də gərək həkim elə olar ki, xəstəni tam dinləyə bilər, onu müayinə eləyə bilər. O da xəstələrin narazılığına səbəb olur. Həkimlər də xəstəni lazım səviyyədə müayinə eləyə bilmirlər.